Herkese salam. Siz de musiqi nəzəriyyəsi fənnini mənimlə birlikdə öyrənmək istəyərsinizsə, onda düzgün ünvandasınız. Elə gəlin keçək yeni dərsə. Dərsimiz olacaq paralel və eyni adlı tanınlıqlar. Bu tanınlıqla tanış olmuşuq biz. Tanınlıq nə idi? Adın yerləşdiyi yüksəklik. İndi də tanınlıqlara öyrənəcəyik. Son 2 dərsimiz qalıb bölmənin də bitməyinə. İndi bugün nə öyrənəcəyik? Paralel tanınlıqların nə olduğunu, bir də eyni adlı tanınlıqların nə olduğunu. Çox asan dərsdir bunlar. Yaxşı dinləsə çox asan olacaq. Başlayaq. Paralel tanınlıqlar nəyə deyilir? Tərəfini deyək, ekranda da yazıldığı kimi. Major və minor qammaların səs heyətləri eyni və tonik səslərində iki müştərək səs olmasına paralel tanınlıqlar deyilir. Bu bunun tərifidir. İndi izah eləyək görək necə olacaq. İndi məsələn kitabda do majorla la minor misal göstərir. Hələ biz də onun üzərindən izah eləyək. Do majorla la minor. Burada nə var? Qammalarda riksi, işarələri olmayan qammalar. Bunlar ladın müxtəlifliyidir. Hər ikisində ladların, yəni lad müxtəlifliyinə görə bir-birindən fərqlənir. Amma bunların tanınlığının yəni tərifdə də var da bu. Bu görürsüz ki, iki müştərək səs var. Biz də nə demişdik? Demişdik ki, səs tərkibinin ümumiliyi və tonik öz səslərində iki müştərək səsin olması o tonallığın paralel olduğunu göstərir. Bir də paralelliyi hardan tapırsınız siz? İki müştərək səs varsa, o tonallıqlar qohum tonallıqlardır. Sizdən soruşsa ki, qohum tonallıqlar paralel olabilirmi? Paraleldirmi? Deyəcəksiniz ki, olabilir. Çünki iki müştərək səs varsa, bu yaxın qohumluq əlaqəsi var, qohum tonallıqlardır. Qohum tonallıqlar da paralel tonallıqlardır. Yəni bir-birinə paraleldir. Do major ilə minor bir-birinə paraleldirlər. Bir də minor tonallığının tonikası müvafiq major tonallığının 6-cı pilləsi. Major tonallığının tonikası müvafiq minor tonallığının 3-cü pilləsi ilə üst-üstə düşürlər. Bu qayda kimidir, belədir. Yəni tonallığın səs düzümü bir-birindən tersiya məsafəsində aralı olur. İndi bəs sizə desək ki, məsələn, verib sizə majordur, bunun paralel minorunu tap və yaxud da minordur, qam olaraq da bunun paralel majorunu tap. Bunda necə tapacaqsınız? Sizə deyirsə ki, major qam minor qammasının paralel majorunu tap, onda götürəcəksiniz o minor qammasının tonikasını tapacaqsınız. Yəni ilk səsini tapacaqsınız, tonik hüccəsini. Minor qammasının ilk səsi. Məsələn, oldu ki, do. İndi do'dan kiçik tersiya intervalı boyda yuxarı sayacaqsınız. Minor deyərsə, minorun paralel majorunu tapmaq üçün onun minorun tonikasından kiçik tersiyayı yuxarı sayırsınız zilləşməyə doğru, sağa doğru. Əgər major desəsə, major versə, bunu necə yadda saxlayın? Sol tərəf bəmdir, sağ tərəf sil. Major veribsə, majorun paraleli, major nədir? Şəndir də. Majorun paralel qamması, deməli burada qəmgin qamma olacaq. Ona görə sola doğru sayırsınız. Minor verəndə majorun şəndir, minor qəmgindir. Buna görə sağa doğru sayacaqsınız. Necəsə ki, majoru verib sizə. Majorun müvafiq, yəni major qammasının paralel minorunu tap. Bunda nə edəcəksiniz bəs? Götürəcəksiniz. O majorun tonikasını tapacaqsınız, tonika üç səslisini. O tonika üç səslisindən, yəni ilk səsindən başlayacaqsınız. Kiçik tersiya intervalı boyda bir dəfə kiçik tersiya intervalı sayacaqsınız. Hansı səsə düşəcəksə, o səs majorda baxdıqda biz indi paralel minorudur. Minorun ilk tonikasıdır, ilk səsidir. Baxın, majorun deyir ki, major qammasıdır. Bunun paralel minorunu tap. Sonuncu dəfə deyirəm bunu. İndi tam dəqiqi ilə deyəcəm. Majorun paralel minorunu tapmaq üçün. Onsuz majoru deyirəm, minordakı bunun əksidir. Bayaq da vurğuladım bunu. Majorun paralel minorunu tapmaq üçün nə edirsiniz? O majorun tonikasını, yəni ilk səsinə baxırsınız. Hansı qammadır onu bilə bilmərəm mən də. Notlardan biri olacaqdı. 7 not vardı yəni. Tapırsınız tonikasını, ilk səsini. Sonra oradan kiçik tersiya məsafəsində major deyilsə, arxaya, aşağı doğru sayırsınız. Majorun paralel minorunu tapanda bəmləşməyə doğru sayırsınız. Sola doğru sayırsınız. Minorun paralel majorunu deyəndə sağa doğru, pianoda sayırsınız. Zilləşməyə doğru. Majorda, majorun paralelini tapanda sola, minorun paralelini tapanda sağa. Çünki əks isə biri zildirsə, o biri yəni buradan
bəmə getməlidir, paralel olsun deyə. Dediyim kimi bu majorun indi minorunu tapırdıq da biz bayaq, paralel minorunu. Tapdığınız kiçik tersiya intervalında saydınız bunun tonikasından düşən səs alınan minor tonallığının ilk tonikasıdır. Yəni onun tonikası, tonik hissəsidir. Yəni ilk səsidir. İlk səsinə düşür. Keçirik indi eyni adlı tonallıqlara. Eyni adlı tonallıqlar nədir? Tonikası eyni olan tonallıqlar eyni adlı tonallıqlardır. Tonika nə idi? İlk səsi idi. İlk səsləri eyni olmalıdır. Məsələn, do major, do minor, re major, re minor. Notdur, yanında o majordur, minordur. Elə bil ki, bir notun onu həm majoru, həm minoru. Fa'nın majoru, minoru, solun majoru, minoru, sol major, sol minor belə də yəni. Başa düşdünüz? Yəni ki, indi naturala, harmonika görə fərq yaranacaq əlbəttə ki. Natural növlü eyni adlı major və minor tonallıqları bir-birindən 3, 6, 7-ci pillələri ilə fərqlənirlər. Pillələrinə görə fərqlənirlər. Minorda bu pillələrin hər biri majordakı müvafiq pillələrdən fərqlidir. Burada yarımton aşağıda yerləşir. Xromatik yarımton aşağıda yerləşir. Burada birincisi, yəni bu iki sətir olan A durdan A-mol. Bunlar natural majordur. Natural majorun eyni adlı harmonik minorudur. Bundan fərqlənməsidir. Gördüyünüz kimi 3 və 6-cı pillələrə görə fərqlənir. Aşağıdakında deyir harmonik növlü major eyni adlı natural minordan 3 7-ci pillələrinə görə fərqlənir. Deməli, indi öyrəndik ki, harmonik növlü major isə o eyni adlı natural minordan 3-dən 7-ci pilləyə görə fərqlənir. Harmonik major və harmonik minor. Bunlar isə bir-birindən 3-cü pillə ilə fərqlənir. Amma eyni adlıdır, yəni eyni adlı dərsimiz eyni adlı tonallıqlardır. Eyni adlı harmonik majorla minor sadəcə 3-cü pilləyə görə, natural majorla onun eyni adlı melodik minor 3-cü pilləyə görə fərqlənirlər. Melodik majorda eyni adlı natural minordan 3-cü pillə ilə fərqlənir. İndi bu misallar çəkdiyimdə mən ekranda da görünürdü, yəni. Deməli, eyni adlı major və minor tonallıqları bir-birindən natural şəkildə 3-cü pillə ilə, harmonik şəkildə 1-ci pillə ilə, natural və harmonik şəkildə 2-ci pillə ilə, natural və melodik şəkildə 1-ci pillə ilə fərqlənirlər. Yəni bugünkü dərsimiz bu qədər. Bugün paralel və eyni adlı tonallıqlarla da tanış olduq. Bir dərsimiz ya qalıb, ya da gələn dərsimizdən artıq 3 səslər bölməsinə keçid alacağıq. Bugünlük dərsimiz bu qədər. Ümid edirəm dərsi bəyəndiniz. Əgər video izahı dərsi bəyəndinizsə, kanalıma abunə olmağı, videoya like atmağı və bildirişləri açıq saxlamağı unutmayın. Sağ olun, hələlik gələn dərslərə qədər.